Göygöl rayonunda şok korrupsiya iddiaları, xəstəxana və digər qurumlardan nələr baş verir? Göygöl rayon mərkəzi xəstəxanasında 175 min manatlıq tender maxinasiyası, saxta əlillik dərəcələri və işə qəbul üçün yığılan minlərlə manat rüşvət, Fövqəladə Hallar Nazirliyinin yerli strukturunda 300 min manatlıq dərəduzluq şəbəkəsi. Redaksiyamıza müraciət edən vətəndaş Göygöl rayonundakı bir sıra vəzifəli şəxslər barədə şok iddialar irəli sürüb. Bir xəbər mediaya Göygöl rayonunda fəaliyyət göstərən bəzi rəhbər şəxslərin fəaliyyəti ilə bağlı ciddi iddiaları ehtiva edən vətəndaş müraciəti daxil olub. İddiaların mərkəzində dayanan əsas qurumlardan biri Göygöl rayon mərkəzi xəstəxanasıdır. Müraciətdə qeyd olunur ki, xəstəxananın baş həkimi Vasif Əliyev və müəssisənin mühasibatlığı tərəfindən dövlət vəsaitlərinin silinməsi mexanizmi qurulub. Belə ki, tibbi tullantıların daşınması adı altında keçirilən 175 min manatlıq tenderin şübhəli yollarla mənimsənildiyi iddia edilir. Vətəndaşın iddiaları bununla da bitmir. Müraciətdə xəstəxanada göstərilən tibbi xidmətlər, xüsusilə doğuş və cərrahi əməliyyatları, eləcə də dializ şöbəsində icbari tibbi sığortanın mövcudluğuna baxmayaraq, xəstələrdən nağd şəkildə külli miqdarda rüşvət tələb olunduğu bildirilir. Eyni zamanda xəstəxanaya qapıcı, xadimə və kompüter operatoru kimi texniki heyətin işə qəbulu zamanı hər bir şəxsdən 8 min manat civarında vəsait alındığı, işçilərin böyük qisminin isə baş həkimin həmkəndliləri olduğu iddia olunur. İddiada yer alan digər ağır bir ittiham isə Göygöl rayon icra hakimiyyətinin başçısının humanitar məsələlər üzrə mavini Kəmal İbrahimova və xəstəxananın qulaq həkimi Vilayət Musayevlə bağlıdır. İddiaya görə bu şəxslər əlbir olaraq sağlam şəxslərə saxta epikrizlər və xəstəlik tarixçələri yazmaqla qanunsuz əlillik dərəcələrinin təyin edilməsini təşkil ediblər. Vətəndaş Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətindən Göygöl xəstəxanasındakı əlillik anketlərinin təcili şəkildə yoxlanmasını xahiş edir. Müraciətli iddialar təkcə səhiyyə sahəsi ilə məhdudlaşmır. Bildirilir ki, baş həkim Vasif Əliyevin qardaşı, Göygöl Dövlət Yanğından Mühafizə hissəsinin rəisi polkovnik Asif Əliyev də vasitəçilər vasitəsilə işə düzəltmə adı altında vətəndaşlardan ümumilikdə 300 min manat pul toplatdırıb və bu məsələnin üstü açılandan sonra aidiyyatı şəxslərin məsuliyyətdən yayındığı irəli sürülür. Qeyd olunan bütün bu məqamlar redaksiyamıza müraciət edən vətəndaşın fərdi iddiaları əsasında hazırlanıb. Bir xəbər media olaraq biz heç bir tərəfi birbaşa ittiham etmirik. Mövzunun aktuallığını və dövlət maraqlarını nəzərə alaraq sujetdə adları çəkilən Göygöl rayon mərkəzi xəstəxanasının baş həkimi Vasif Əliyev, icra hakimiyyəti başçısının mavini Kəmal İbrahimova